Wikidata Wikimedianın açıq və mərkəzləşdirilmiş verilənlər bazasıdır və onun əsas məqsədi müxtəlif Wikipedia dillərindəki məqalələrə strukturlaşdırılmış və etibarlı məlumat təmin etməkdir. Wikidata yalnız Wikipedia üçün deyil, eyni zamanda digər layihələr, tətbiqlər və tədqiqatlar üçün də məlumat mənbəyi rolunu oynayır. Bu platforma məlumatları mərkəzləşdirilmiş formada saxlamaqla təkrarlamanı azaldır, məlumatların dəqiqliyini artırır və yenilənməsini asanlaşdırır. Hər bir məlumat vahidi unikal identifikatorla təmsil olunur və onu həm Wikipedia məqalələrinə, həm də digər layihələrə bağlamaq mümkündür. Wikidatanın əsas prinsiplərindən biri də açıq məzmundur. Bütün məlumatlar Creative Commons lisenziyası altında təqdim olunur, yəni istənilən şəxs onları sərbəst şəkildə istifadə edə, paylaşa və dəyişdirə bilər. Bu, məlumatların qlobal istifadə imkanlarını artırır və müxtəlif dillərdəki layihələr arasında birlik yaradır. Eyni zamanda Wikidata məlumatları strukturlaşdırdığı üçün onları proqramlar və avtomatlaşdırılmış sistemlər rahatlıqla oxuya və istifadə edə bilir. Məsələn, bir dil üzrə Wikipediada mövcud olan bütün tarixi şəxsiyyətlərin siyahısını avtomatik olaraq yaratmaq və ya statistik analiz aparmaq mümkündür. Wikidata məlumatların doğru və etibarlı olmasını təmin etmək üçün mənbə istinadlarını tələb edir. Hər bir iddia yalnız etibarlı və yoxlanıla bilən mənbəyə əsaslanmalıdır. Bu, istifadəçilərin məlumatın düzgünlüyünü, qiymətləndirilməsini və mənbəyə baxmasını asanlaşdırır. Məqalələrdə olduğu kimi, subyektiv ifadələr və şəxsi fikirlər Wikidata üçün qəbul edilmir. Hər bir iddia faktlara əsaslanmalıdır. Məsələn, bir şəxsin doğum tarixi və ya bir dövlətin paytaxtı yalnız müvafiq sənədlər və etibarlı qaynaqlarla dəstəklənə bilir. Wikidatanın dili və strukturu da oxunaqlılığı və istifadəyə rahatlığı nəzərə alaraq hazırlanmışdır. Məlumat vahidləri başlıq, təsvir, müddəalar və istinadlar ilə təşkil olunur. Bu struktur həm insan oxucuları üçün məlumatın aydın görünməsini təmin edir, həm də kompüter proqramları üçün məlumatın emal edilməsini asanlaşdırır. Məsələn, bir şəxsə aid doğum tarixi, ölüm tarixi, milliyyət kimi müddəalar vahid və standart formatda qeyd olunur. Bu da məlumatların müqayisəsini və sorğular vasitəsilə əldə edilməsini sadələşdirir. Wikidata xaraktercə interaktiv və dinamik məlumat bazasıdır. İstifadəçilər məlumatları əlavə edə, redaktə edə və yeniləyə bilir. Wikidata həmçinin Freebase layihəsindəki məlumatları da özündə saxlayır. Freebase Google tərəfindən 2010-cu ildə alınmış və 2015-ci ildə rəsmi olaraq dayandırılmış açıq məlumat bazası idi. Google Freebase məlumatlarının Wikidata layihəsinə köçürülməsini həyata keçirmiş və beləliklə Freebase-dən gələn strukturlaşdırılmış məlumatlar Wikidata vahidləri ilə uyğunlaşdırılmışdır. Wikidata eyni zamanda Google axtarış nəticəsinə də təsir göstərir. Google Knowledge Graph sistemində Wikidata məlumatları tez-tez birbaşa istifadə olunur və bu axtarış nəticələrində məlumat kartlarının göstərilməsinə səbəb olur. Məsələn, bir məşhur şəxs haqqında axtarış etdikdə Wikidatadan alınan doğum tarixi, peşəsi və əsas məlumatlar Google-un sağ tərəfdəki məlumat panelində görünür. Qısa formada demək olar ki, Wikidata məlumatların strukturlaşdırılmış, neytral, etibarlı və açıq şəkildə təqdim etdiyi bir platformadır. Onun məqsədi təkcə Wikipedianı deyil, qlobal səviyyədə məlumat ekosistemini də dəstəkləməkdir.